Xalq artisti Fatma Mahmudovanın ailəsində ağır itki üz verib. Aktrisa yaxın qohumunun gənc yaşda dünyasını dəyişdiyini bildirib. Fatma Mahmudova qeyd edib ki, Ağdama yas mərasiminə yollanıb, orada isə səhhəti pisləşib. Özümü yaxşı hiss etmirəm, halım çox pisdir. İnsult keçirəndən sonra çox yerə gedə bilmirəm. Yaslara gələndə halım pisləşir. İndi də pisəm. Həkimə gedirəm, yoxlanacağam, görüm nədəndir. Bakıda, Şıxovda belə gözəl bir yerin olduğunu bilirdinizmi? Belə maraqlı. Gedirdiniz dənizin içinə doğru, ora qədər. Müğənni Talib Talih Şıxov çimərliyindən görüntülər paylaşıb. İsti havadan yararlanan sənətçi dəniz kənarında gəzintiyə çıxıb. Talib Xəzər dənizində gördüyü ilanları lentə alaraq sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Su ilanıdır, zəhərsizdir, qorxusu yoxdur deyə müğənni paylaşımında qeyd edib. Bunlar zəhərsizdir, qorxusu yoxdur. Ötən gecə müğənni Akif İslamzadə infarkt keçirib və xəstəxanaya yerləşdirilib. Sənətçinin oğlu Ayxan İslamzadə axşam azı açıqlamasında atasının gecə əməliyyat olunduğunu bildirib. Ürəyinə stent qoyuldu. Həkimlər deyir ki, çox ağır vəziyyətdə olub. Damarın biri tamam işləmirmiş. İndi reanimasiyadadır. Həkimlər günorta yoxlayacaqlar. Ondan sonra qərar veriləcək, palataya keçirilsin, yoxsa reanimasiyada qalsın. Ötən gün atamla parkda gəzirdik. Axşam bizə qonaq gələcəkdilər. Evlərimiz yaxındır. Dedi ki, yorulmuşam, apardım evə. 2 saat keçməmişdi, zəng vurdu ki, ağrıyıram, ürəyim yanır. Təcili yardıma zəng etdim, evə qaçdım. Həkimlər gəldi ki, vəziyyət pisdir.